Salam əziz dostlar, bugün özünü sınanın yeni buraxılışıyla bir daha qarşınızdayıq. Mənim qonağım Avropa çempionatda karate üzrə tarix yazan Avropa çempionumuz Mədinə Sadıqovadır. Xoş gəlmisiniz Mədinə xanım, necəsiz? Çox sağ olun, siz necəsiz? Çox sağ olun. Məni dəvət elədiniz bura. Bizim üçün nə xoş. Mədinə xanım, İlk belə bir sual vermək istəyərdim. Onun üçün mən sizi bugün qılınc oynatmada sınayacağam. Qılınc oynatmaya marağınız varmı ümumiyyətlə? Bu haqda heç düşünmüsünüzmü? Nə vaxtsa qılınc oynatmaya məşğul olmaq barədə? Yoxsa heç? Açığı heç vaxt düşünməmişəm ki, qılınc oynatma ilə məşğul olaram. Amma mən məsələn hər bir idman növünə çox marağım var. Hər idman növündə özümü bir dəfə də olsun sınamaq istəyirəm. Görüm bacarıram yoxsa yox. Yəni öz gücümü sınamaq istəyirəm. Biz hətta mən müqayisə edirdim ki, karate ilə qılınc oynatma biraz yaxındır. Çünki onların stoyka tərzləri, çeviklik, sürət hamısı demək olar ki, biraz bir-birlərinə yaxındır. Və mən hep fikirləşirdim ki, görəsən qılınc oynatmada necə olaram? Adını düz bilmişəm də tam adamını gətirmişəm idmana. Birazdan biz sınayacağıq sizi, amma əvvəlcə mən istərdim sizin, təbii ki, karyeranızdan bağlı suallarım var mənim sizə. İlk belə başlayaq. Sizi bu idman növünə kim gətirdi, kim sizi, belə deyək də, kim sizə dəstək oldu, ilk tanışdığınız nə vaxt oldu, hansı yaşdan başladı? Mən uşaqlıqdan çox təcrübə olmuşam, uşaqlarla, oğlanlarla futbol oynuyordum hətta və biz artıq atama görə biz başqa rayonda yaşayırdıq, Bakıya köçmə məcburiyyətində qaldıq. Ondan sonra məhəllə yoldaşım deyim, qonşumuz Musa məşqə gedirdi. Gördüm ki, karate formasında maması aparır. Getdim mamaya dedim ki, mən mütləq şəkildə mən bu idmana getməliyəm. Elə onun formasını, ilk dəfə onun formasını geyinib Seymur Xudaverdiyevin, şəxsi məşqçimin necə başçılığı ilə mən karate idman növünə başladım. Deməli 8 yaşdan belə deyək. Bəli, 8 yaşımda başlamışdım. Bəs ilk yarışınız yadınızdadır? İlk yarışım yadımdadır, müəllimim aparmışdı. 2 qız idik, məndən başqa məşq yoldaşım vardı. Bir dənə də məşq yoldaşım oğlan. 3 nəfər getmişdik bu yarışa, Rusiyadaydı deyəsən. Orada 3-cü yer olmuşdum və həqiqətən rəqabətli döyüşüm vardı, hətta videosu da var məndə. Ondan sonra müəllimim elə valideynimə yaxınlaşıb demişdi ki, bu qızı qətiyyən çıxartmayın, mən bu qızın gözlərində alov görürəm, bu gələcəkdə bizə çox lazım olacaq. Bəs ailədə sizə ən çox dəstək olan kim olub? Ən çox anam, bir də dayım deyim. Demək olar ki, dayım mənə çox dəstək olub. Nə yaxşı dayım? Dayım hər yerə mənlə gedirdi, hər yarışlara o məni aparırdı, yəni o məni yola salırdı. Hətta onun qızı da indi idmanla məşğuldur, karate idman növündən. Və necə deyim, müəllimlərim həqiqətən də mənə bu yolda dəstək olurdu. Çıxmaq istirdim, çətinliklər olurdu, amma müəllimlərim, şəxsi məşqçim yəni mənə çox kömək olurdu. Və əsas da ailənin anam. dəstəyi məncə çox önəmlidir. Əsas da anam, bəli. Anam həqiqətən də yəni mən idman istəmədiyim zaman məndən gizlicə gedirdi, müəllimlərimə yığırdı ki, idman istəmir, gəlmək istəmir, ancaq yatır və yaxud da belə bir şeylər küsüb. Bəs nə yaxşı, məsələn, Azərbaycanda biraz xanımların karateyə marağı biraz azdır. Həm ailələr çox da icazə vermir. Amma çox yaxşı oldu ki, sizin görürsünüz ailədə sizə dəstək olan bu qədər yəni çox xoşdur. Bəs ilk belə deyim, ən çətin rəqibiniz yadınızdadır, yəni kim olub? Mən ilk dəfə 16-17 yaşlarımda Avropa çempionatına çıxmışdım və ilk dəfə ki finala yüksəlirdim. Və mən necə deyim, gənclərdə finala yüksələndə Rusiyanın Soçi şəhərində idi, Avropa çempionatı idi. Mən Rusiyalı idmançı ilə döyüşürdüm və ona qalib gəlirdim. Son saniyədə Rus idmançısı ayaq zərbəsi endirdi, 6-5 və məni qabaqladı. Əslində zərbə yox idi, sadəcə öz ölkəsində öz idmançısını dəstəkləyirdi və mən artıq neçə ildir üstündən keçim və bu mənim üçün çox böyük bir travmadır. Demək olar kürsüdə də görərdiniz ki, şəkillərdə hamısını ağlamışam, heç şəkil çəkdirmək belə istəməmişəm. Kürsüyə məni zorla çıxartmışdılar. O mənim yəni rəqabətçisiz onda. Bəli, çox ağlımda qalmışdı ki, mən yəni və həmişə də hər yerdə deyirdim ki, o gümüşü mən hardasa onu qızılla yəni bağlayacağam da. Düzdür. Neçənci il idi? 2019-cu ildə idi, düzdür. İlk mənim karyeramın ilk addımı o Avropa ikincisi olmaqla başladı. Ondan sonra əlbəttə 2020-də Avropa üçüncüsü oldum, 21-də. Sonra böylələrə keçdim, yəni orada 3-cü yer oldum İslam həmrəliyi oyunlarında da. Amma mən hələ də yəni içimdə o qalmışdı ki, o qızılı mən əlimdən almışdılar da belə deyək. Mən həmişə deyirdim ki, yəni onun nə qədər də medalım olsa, yəni
Yəni onu ancaq mən qızılla üstünü örtə bilərəm. Hakim ədalətsizliyi olurmu? Olur. Hər idmanda olduğu kimi karatədə də yəni bəli qarşılaşırıq. Ən sevdiyiniz belə idmançı deyim, kumiriniz var? Mən Azərbaycan əvvəlki idmançılarını çox bəyənirəm karatistləri. Yəni bir deyil, iki deyil. Bunu başda Rafael Ağayev olmaqla deyə bilərəm. Mənim öz klubumun məşq yoldaşları Asiman Qurbanlı, Mamayev Ayxan və qızlardan hələ də yəni mən belə necə kumir kimi deyim, bir həzz alaraq baxdığım idmançımız var ki, bizim idmançıdır İrina Zaretska. Düzdür, özü əslən Ukraynalı olsa da Azərbaycan üçün az medal verməyib. Bəs belə deyək, çempionata, ümumiyyətlə yarışa necə hazırlaşırsınız? Rutininiz necə olur? Gündə 2 dəfə məşq edirəm, səhər və axşam gündəlik rutin olur. Adətən yığma komandaya gedəndən sonra öz zalıma da gedirəm, öz əlavə öz üstümdə işləyirəm. Çalışdığım qədər yuxu rejimimi düzəldirəm və idmançılarda kilo problemləri olur. Onları məsələn kontrol etməyə başlayıram, çalışıram ki, məsələn bir ay qalıb, yarışa qədər bir ay qalıb özümə yəni qururam vaxtları ki, bu vaxtda bu olmalısan, bu vaxtda bu olmalısan ki, sən artıq ora getdiyin zaman yəni o çətinliklə qarşılaşmayasan. Bürünc medallardan danışdıq. Gələk əsas məsələyə Avropa çempionatına, qızıl medalınıza. Rafael Ağayevdən sonra xanım karateçi olaraq Azərbaycana ilk Avropa çempionatında ilk qızıl gətirən xanımsınız. Bu necə bir hissdir, necə bir duyğudur? Yarış necə keçdi? Açığı mən bilmirdim belə bir şey var. Cidden heç fərqində deyildim. Sadəcə orada çempion olmağa getmişdim. Çünki qızıl medalı çox istəyirdim. Əvvələ baxanda da çox əziyyət çəkmişdim bunun üçün. Yəni tək məqsədim orada qızıl götürmək idi və qızıldan da ötəri tək istəyim himnimi oxutmaq idi. Bu hisslər hələ də ki, mən necə cümlə qurub deyə bilmirəm. Mən finala çıxdığım zaman artıq sosial şəbəkələrdə gördüm ki, hər kəs məni paylaşır və yazır ki, ilk Azərbaycanlı qadın tarixə düşə bilər, imza ata bilər. Və mənə sonradan otağa gedəndə çatdı ki, mən tarix yazmaq yolundayam. Və yəni, həqiqətən də 2 qat mənə məsuliyyət daşıdım. Çünki çıxmamışdan qabaq qrupuma baxmışdım. Qrupum biraz çətin idi, çünki axırıncı dünya finalistləri mənim eyni qrupda idi. Axırıncı dəfə uduzduğum idmançı da eyni qrupda idi. Biraz dedim çətin keçəcək və fikirləşirdim ki, mən o qrupdan çıxsam çempion olacağam. Bunu belə bir ağlımda bir qurmuşdum ki, sən bu qrupdan çıxsan, sən finalda çempion olacaqsan. Yəni başqa bir variantın yoxdur, belə deyim. Şükür Allaha, yarım final mənim üçün bir yarı finala çıxış, bir də yarı final mənim üçün biraz çətin keçdi. Çünki İtalyalı idmançı biraz rəqabətli idmançı idi, ondan onu keçdim və əsas Bosniyalı idmançı idi ki, yarı finalda. Əvvəl bundan qabaq, bir ay bundan qabaq o məni 5-4 udmuşdu. İndi isə mən onu 5-4 uddu. Belə deyim, yəni mənim üçün yarı finalla yarı finala çıxış çətin idi. Amma arzunuza çatdınız. Amma arzuma çatdım. Sizin müsahibələrdə keçən dəfə baxdım, fikir verdim, siz qadınlara daha çox belə qadınlara yönümlü, motivasiya verici müsahibələriniz var. Buradan da istərdim siz karateyə gəlmək istəyən, karate ilə məşğul olmaq istəyən gənc xanımlarınıza məsləhətlərinizi verərdiniz. Onlara bir motivasiya olardı. Çünki artıq qızıl medalçısınız və artıq karate belə deyim, xanımlar da artıq sizdən görüb ruhlanacaqlar məncə. Düzdür, çünki mən çox sevinirəm və çox qürurlu görürəm ki, hansı Azərbaycan qadını bir uğura imza atıb. Tək idmanda yox, hər bir şeydə bu mənim üçün çox böyük bir qürur vericidir və karatedəki qadın idmançılarımızı görəndə həmişə onlara motivasiya vermək istəyirəm. Çünki məndən sonra gələn idmançılarımız da var. Yəni mən tarix yazmağı bacardımsa onlar da yaza bilər və demək istəyərdim ki, oradakı atmosfer, oradakı qürur verici hiss, oradakı xarici idmançıların, müəllimlərin gəlib mənə yaxınlaşırdılar ki, biz sənə böyük hörmət eləyirik, sən əlindən gələni edirsən. Bizim qızlarımızdan komandamızda 3-cü yer oldu, dünya çempionatına gedirik, lisenziya qazanmışıq. 10 ildən sonra bu da bir tarixi bir imzadır ki, yəni biz tarixə gedirik, dünya çempionatına gedirik. Əsas ən birinci mən valideynləri səslənmək istəyirəm ki, qızınız idmanı, karateni istəyirsə dəstək olun. İnanın ki, mənə o qızınız o çempionluğa doğru gedəndə, o medal götürəndə, o himni səsləndirəndə siz çox qürur verəcək. Çünki
birinci Azərbaycan adı gəlir, sonra kim familiya. Artıq mənə deyirlər ki, sənin familiyan bir brenddir. Bu mənim üçün, yəni mən məşq edirdim, əziyyət çəkirdim. Heç ağlıma gəlməzdi ki, mən bir familiyam brend olacaq, mən brend olacağam. Əvvəl onu düşünmürlər də, çünki əvvəl insan öz işini sevməlidir, belə bir söz var. İnsan da, yəni idmançısız, idmançı da öz idmanı ilə məşğul olmalı. Məncə birinci sevgi olmalıdır ki, ondan sonra birincilik gəlir, artıq soyadda artıq bir brend olur. Amma ilk o brendi də fikirləşənlər artıq o qədər də məncə... Yəni, əsas da gənc karateci qadın idmançılarımıza demək istəyirəm ki, fərqi yoxdur 13, 14, 15, hər hansı bir yaşda siz yəni əziyyət çəksəniz, axır əvvəl siz çempionluğa doğru gedəcəksiniz və inanın ki, o qızıldan sonra sizin o çəkdiyiniz əziyyətlər hamısı deyəcək dəydi də. Qürurlu bir hissdir. Yəni özləri də dünya arenalarında adları səslənəndə, yəni məni başa düşəcəklər. Yenə də əlavə etmək istəyirəm ki, bu yolda yəni gedin, inan özünüzə, öz-özünüzə dəstək olun. Sizi yəni dartmaq istəyənlərə imkan verməyin, özünüzü həmişə zirvədə görün. Avropa çempionatı, Avropa birinciliyindən sonra qarşıda hansı yarışlar var, hansı yarışlara hazırlaşırsınız? Demək olar ki, bu mənim çempionatım məni böyük bir yol açdı. Mən qarşıda dünya çempionatı gözləyir, dünya oyunları və Avropa oyunları gözləyir. Axırıncı dəfə dünya oyunlarında 4 döyüş udmuşdum və təəssüf ki, medalsız qalmışdım. Bu mənim üçün də əlavə bir yara olaraq, iz olaraq qalıb. Bunu da inşallah ki, gələn il bunun da yəni təzələyəcəm. İstəyirəm ki, yenə tarix yazım, yenə ilk dünya çempionu olaraq tarixə düşmək istəyirəm. Yəni əminəm ki, bu güc məndə var və mən bunu bacaracağam. Siz həm də məşqçisiniz də, o barədə də istəyərdim sizə məlumat alım. Hansı yaş kateqoriyasında, məncə aşağı yaş deyəsən? 5 yaşdan mən oğlan və qızlarımızı qəbul edirəm və mənim başçılığım altında karateni öyrənirik. Bunu da əlavə etmək istəyirəm ki, artıq mənim tələbələrim bəzi yarışlarda medal verir. Bu əlavə mənim üçün başqa bir hissdir ki, tələbələrim medal verir. Soruşurlar ki, kimin tələbəsidir bu? Mədinə müəllimənin. Bu başqa bir qürurdur ki, aha, mən artıq həm idmançı olaraq, həm də müəllim olaraq, məşqçi olaraq nəyəsə bir imza atmaq, nəyəsə bir yaratmaq istəyərəm. Hələ gəncsiniz, amma inşallah karyeranızı bitirəndən sonra məşqçi olmaq istəyirsiniz, ya başqa sahədə özünüzü sınanmaq istəyirsiniz? Hələ ki, bununla bağlı bir planım yoxdur, çünki qazanmaq istədiyim medallar var və mən yəni hədəflərim, əsas medallarımı qazanım, ondan sonra gələcək karyeram haqqında fikirləşərəm. Ümid edirik ki, bizə daha çox medallarla geri qayıdacaqsınız yarışlardan. Sonda sizə təşəkkür edirəm bir daha. Biz birazdan qılınc oynatma idman növü ilə məşğul olacağıq. Sonda isə öz fikriniz varsa, sözünüz varsa buyurun. Sözüm sizə də çox sağ olun ki, dəvət etdiniz və yeni bir idmanı sınayacağıq. Və fürsətdən istifadə edib təşəkkürümü bildirmək istəyirəm Azərbaycan Karate Federasiyasına bu yolda mənə dəstək olduqları üçün. Əlbəttə ki, bir idmançının məşqçisi Seymur Xudaverdiyevə təşəkkürümü bildirmək istəyirəm və mənim bu yolda dəstəkləyən məşqçi müəllim işlədiyim yerə də demək istəyirəm AHİTAya, Azərbaycan Həmkarlar İttifaqlarına. Bu qədər, yəni əsas necə deyirlər, görünməyən qəhrəmanlardır. Hər kəsə təşəkkürümü bildirmək istəyirəm. Belə tamaşaçılar, biz isə verilişimizin ikinci hissəsinə gedirik, formalarımızı geyinib bir daha qarşınızda olacağıq. Əziz dostlar, və biz artıq formamızı geyinmişik. Müəllimimiz də yanındadır, Elvin müəllim, xoş gördük sizi. Çox sağ olun. Biz düzdür, geyimləri, formaları geyindik, amma qılınc oynatma ilə bağlı heç bir məlumatımız yoxdur. Sizdən ilk texnikaları öyrənmək istərdik qılınc oynatma ilə bağlı. Əvvəla xoş gəlmisiniz. Xoş gəldiniz. Bizdə qılınc oynatmada məşqə başlamamışdan qabaq birinci isinmə hərəkətləri edirik ki, bədən bütün döyüşə hazır olsun. Daha sonra qılınc oynatmanın hücum, müdafiə, stoyka oturma, ayaq hərəkətləri texnikasını məşq edirik. Daha sonra sparingdə və yaxud da döyüşürlər bir-birləri ilə. 3 növü əsas var, məncə, mən bildiyimə görə. Bu növləri haqqında məlumat verə bilərsiniz, Qılınc oynatmanın 3 silah növü var. Azərbaycanda 2 silah növü hal-hazırda idman edirlər uşaqlar. Sabля, şpaqa, rapira, hal-hazırda sabля və şpaqadır. Onların fərqi, qılınclarda fərqi var? Var. Formalar desən eynidir, hə? Formada da var. Belə var ki,
şpaqa silah növündə olduğunuz formada olursunuz və qılıncın ucunda düymə olur, sancmaqla xallar verilir. Sablədə isə yenə eyni forma olur. Sadəcə qurşaqdan yuxarı elektron jaketlər geyinirsiniz. Sancmaq və qılıncın istənilən yeri ilə vurmaqla xal götürə bilirsiniz. Bu sabladadır. Biz sablədədir. Şpaqada ümumi deyəsən bütün bədənə. Ümumi bütün bədənə sancmaqdır. Bəs qılınclar, papaqlar, Aha, onlar da geyinsək. Dediniz ki, az öncə iki növü bizdə daha məşhurdur. Sablə və şpaqa idi. Bu hansı qılıncdır? Əlimdə olan sablə qılıncıdır. Sablə silah növüdür. Çəkisi 500 qramdır, uzunluğu 1 metr 10 santıdır. Bu qılıncla həm sancmaqla, həm də qılıncın istənilən yeri ilə zərbə vurmaqla rəqibdən xal götürmək olur. Həm böyürdün kənarından, həm də ucu ilə olur da. Bəs o biri növündə? Obursu şpaqa silah növündə. Bəs papaq dediğiniz hansı növdədir? Bu sablə silah növü üçündür. Çünki bizdə burada fikir verirsə elektrondur. Bu hissələri elektrondur və biz əynimizdə yenə elektron jaket geyinəcəyik. Zərbə bura dəyəndə fanar yansın deyənə. Bəs bu şpaqa növünün desən silahıdır. Bunun fərqi nədir bəs? Şpaqa silah növünün çəkisi 770 qramdır. Uzunluğu 1.10-1.20 sm. Ruçkasına görə dəyişir. Ruçkası uzun və yaxud da pistolet ruçka olur. Ruçkaların fərqi nədir ki, uzun olmağına? İdmançıya uyğun, yəni idmançı var ki, daha uzun ruçka ilə rahat döyüşə bilir. İdmançı var ki, bu ruçka ilə daha rahat döyüşə bilir. Döyüş zamanı ancaq sancmaqla rəqibə zərbə endirmək olur və sancmaqla xal götürmək olur. Eyni vaxtda hər iki rəqibə xal verilir. Eyni vaxtda sancsalar əgər, bütün bədənə sancmaqla xal götürmək olur. Qılınc oynatma birinci başlayırıq biz stoykadan. Stoykada sağ ayağımız, əgər sağ əllə döyüşürüksə, əgər solakay deyiliksə, sağ əllə döyüşürüksə, əgər sağ ayağımız qalır qabaqda, sol ayaq o ilə paralel eyni vəziyyətdə. Dizlər biri baxır qabaq, qabaq barmağa, qulbursu baxır bura. Hər ikisinə paralel oturmaq lazımdır, bədən düz şəkildə. Və birinci olaraq ilkin başladığımız üçün əlimizi qoyuruq belimizə. Daha sonra biz öyrənəcəyik əlimizi sağda burada tutmağı və burada qılınc saxlayacağıq. Addımlar, addımlarda zərbələri. Belə də. Göstər indi. Aha, oturduq stoykaya. Oturduq stoykaya. Ayaqlar biraz yaxın. Ayaqlar biraz yaxın. Biraz da o. Oturduq indi. O. Bədən düz, əllər beldə. Əllər beldə. İlkin olaraq stoykamız budur. Addımlayanda birinci hərəkət edir qabaq ayaq, daha sonra obursu ayağımız. O. Bir dənə də. Sonra arxaya gedəndə birinci arxa ayaq, sonra qabaq ayaq. Arxa ayaq, qabaq ayaq. Otururuq indi stoykaya. Mən burada dayanım. Siz üzbəüz dayanırsınız burada. Siz də oturdunuz stoykaya eyni qaydada. Əlləri, bax, əlimiz buradan, burada saxlayırıq. Qılıncın ucu baxır bizim rəqibə. Zərbəni endirəndə bu iki barmaqla qılıncın ucunu yönləndiririk rəqibə. Bədən hərəkət eləmir, sadəcə qollarımız. Vurduq zərbəni bağlananda yenə gəldi bura. Yenə barmaqla istifadə edirik, zərbəni vurduq, buradan təzədən bağlanırıq, eyni qaydada. Bədən olduğu kimi qalır. Sadəcə işlədirik biz burada qolumuzu. Düzünə zərbə vuranda da, sola zərbədə, sağa zərbədə, qılıncın ucunu salıb sancmaqla da. Belə. Sonra sizdə də həmçinin. Gözləyirəm biraz. Siz yaxın gəlin biraz yaxın gəlin. Yerimizdə dayanırıq. Yerimizdə dayanırıq. Hə, ayaqlar oturmalıdır ki, bu ona görə oturursunuz ki, qabağa, arxaya, stoykada hərəkət edəndə çeviklik, cəhdlik olsun deyənə. Düz ayaqlarda bu hissə o qədər cəld ola bilməzsiniz orada. Əli düz saxlayırıq burada. Siz də düz saxlayırsınız. Birinci, biraz yaxına gəlin, zərbə məsafəsi olsun. Birinci zərbəni siz endirirsiniz başa, göstərdiyim kimi. Zərbə bağlandı. İndi siz vurursunuz zərbəni, yerimizdə addım atmırıq. Prosta yerimizdə ayaqlar işləyir. Burada saxlayırıq, tələsmirik. Zərbə. Ayaqlar. İndi sizdə.
Yaxşı, bağlandıq. İndi bir addım arxaya çəkilin siz. İndi addımla eyni vaxtda zərbəni vuracağıq. Birinci qabaq ayağım gedir. Eyni vaxtda ayağımla əlim eyni vaxtda ikisi ilə də açılırıq zərbiyə. Bağlandıq. Bir addım arxaya bağlandınız. İndi siz addımla vurun, qalın zərbədə. Bir də qaldıq, otur stoykaya. Addımla arxaya bağlan. İndi siz yaxşı bağlanın. Daha sonra biz öyrənəcəyik addımlarla hücuma getmək və ən sonda həmrəylə, yəni vupudla rəqibə zərbə endirmək. Yerimizdən sıçrayışla arxa ayaq qalır burada, qabaq ayaqla əl eyni vaxtda. İndi isə həmrəni göstərirəm sizə. Hücum hərəkətində arxa ayaq tam qalır yerində, arxa ayaq purjun. Yəni purjun kimi buradan sıçrayış edirsən, qarşıya və zərbə vurmaq lazımdır. Arxa ayaqdan sıçrayış, qabaq ayaq ola bildiyi qədər qabağa getməlidir, amma bunu yığmırıq. Bu polma açılır. Eyni vaxtda da əllə zərbəmizi vururuq. Göstərirəm burada. Buradan vurdun zərbəni. Sonra yenə bağlandığın yerinə arxa. Oturduq stoykaya, birinci siz göstərirsiniz. Bir addım arxaya, tələsmirik. Bir addım arxaya. Hazır, əlimiz yerimizdə. Hazır. Yaxın deyiləm. Yaxın deyil, yaxşıdır. Vupudla zərbə indiririk. Hazır. Başa zərbə. Hazır, siz vurursunuz, gözləyirsiniz. Siz gözləyirsiniz. Mən buram. Hazır, başla. Yaxşıydı, bağlan. İndi siz. Əla, bağlandıq. Təkrar yenə siz. Qalxmaq lazım deyil. Hər dəfə oturmaq lazımdır stoyka. İlk məşqlərdə bu belə olur. Daha sonra vərdiş halına keçir bu. Hazır, başla. Əla, bağlan. Bir addım arxaya. İndi siz. Yaxşıdır, bağlandıq. İndi isə qolları sirkələ, ayaqları sirkələ, boşalsın. İndi isə addımla bunu eləyəcəyik. Addım həmrə eləyəcəyik. Birləşdiririk bunu. Hazır, göstərirəm. Burada bu olacaq. Oturduq, bıyaqları addımla zərbə vurduq. Düzdür? Sonra vupudla zərbə vurduq. İndi isə bunu birləşdiririk. Addım, sonra vupud. Bağlandıq arxaya. Hazır. Biraz arxaya çəkilin. Siz arxaya çəkilin biraz. Əlim düzdür. Bir dənə də addım. Bir addım vupud eləyəcəyik. Hazır. Balaca addım edirik, böyük eləmirik. Hazır. Başla. Addım. Əlaydı bu. Bağlan. Bir dənə də addım arxaya. Ayaqları yığılır. Ayaqlara diqqət. Hazır. Başla. Çatmaq lazımdır. Biraz böyük eləmək lazımdır ki, həmləni çata biləsiniz. Təkrar. Hazır. Əli düz tuturuq. Başla. Yaxşıydı bu. Bağlan düzgün qaydada. Bir addım arxaya. Təkrar edirik. Ayaqları yaxın məsafədə qoyaq. Hazır. Yox, siz edirsiniz. Hazır. Başla. Yaxşı, bağlan. Bir addım arxaya. Hazır. Bax, zərbəni vuranda əlvə arxaya dartma. Olduğun yerdən qılıncın ucun qabağa. Çox güclə vurmaq lazım deyil. Sadəcə qılıncın ucunu apar qabağa. Hazır. Bir addım arxaya. Başla. Yox, burada yox idi addım. Eləmək lazımdır. Addım, sonra həmrə. Siz prosta elədiniz həmrə. Bir addım, sonra həmrə. Hazır. Sonra o həmrə. Balaca addım elə. Birinci addım, sonra o. Hazır. Başla. Əla, çox yaxşı. Tak, indi eyni vaxtda hər ikiniz də bunu eləyəcəksiniz. Vay. Biraz arxaya çəkilmək lazımdır, çünki hər ikiniz addım həmr edəcəksiniz. Eyni vaxtda eləyəcəksiniz. Kim, baxın, şpaqa silah növündə kim daha tez sansa odur. Bizim sablədə başqa cürdür bu. Biraz burada frazalar var. Ola bilər biz ikimiz də eyni vaxtda vurmuşuq. Amma eyni vaxtda mən əlimi çəkib vurmuşamsa əgər, yox siz düz vurmuşsunuzsa əgər, xal sizə gəlir. Burada frazalar biraz fərqlidir. Bu gəlir, vurur, məsəl üçün siz tutursunuz müdafiə, sonra cavab verirsiniz. Artıq 2 dənə fanar yansa belə, ona xal yox, xal sizə gəlir. Çünki siz müdafiə tutub cavab vermişsiniz. Aha, bütün hücumların sonunda həmlə bitir. Həmlə ilə bitiririk. Biraz arxaya.
İndi sablə növündəsiz. Eləyəcəksiniz eyni vaxtda. Atdım, vıpın. Başa zərbə vururuq. Hazır, eyni vaxtda edirsiniz. Hazır. Çox belə sürətli lazım deyil. Yumuşaq. Hazır. Başla. Zərbə vurmaq lazımdır. Bağlandıq. Bağlandıq. Hazır. Təkrar. Hazır. Başla. Yaxşı. Bağlandıq. Təkrar bir də bir addım arxaya. Hazır. Başla. Yaxşı. Bağlandıq. İndi keçirik müdafiələrə. Çünki ancaq hücumda biz vura bilmərik. Bizə lazımdır müdafiə də eləmək. Müdafiələr ən çox istifadə olunan 3 dənədir. 3-cü müdafiə, 4-cü müdafiə və 5-ci müdafiə. Mən sizə göstərim. Verin mənə qılıncı. Mən məzəndə. Mən özümdə göstərim birinci. Ən çox istifadə edilən 3 müdafiədir. Sizə bu günə 3 müdafiəni mən öyrədəcəm. Birinci, 3-cü müdafiəmiz buradadır. Sağ çiynimizi qorumaq üçündür. 4-cü müdafiə sol çiynimizi qorumaq üçündür. 5-ci müdafiə başımızı qorumaq üçündür. Buyurun, indi sizdə göstərim. İndi 3-cü müdafiəni göstərin mənə. Burada, qılıncın altını zərbəyə qoyuruq. Zərbə gələndə sizə dəyməsin deyənə. Müdafiə 4. Fırlatdıq burada. Burada saxladıq. Solu qorumaq üçün müdafiə 5. Hər birində dirsəyi bükürük burada. Burada. Bu da 5-ci müdafiə başımızı qorumaq üçün. İndi oturun stoykaya. Əlinizi qoyun yerinə. Siz vıpıdla başa zərbə vuracaqsınız. Siz isə müdafiə 5 tutub, sonra başa cavab qaytarasınız. Olacaq bu. Həmrə. Buradan 5-i tutduq, buradan qaytardıq. Bir də göstərim. 5-i tutduq, qaytardıq. Aydındır? Hazır. Qılıncın bu hissəsi. Yox, dəqiqə. Deyək, bıraxın. Bu yox. Burada bu 2 barmaqla, 3 də aşağıda. Əla. Buradan. Tak. Hazır. Başla. Sonra zərbə. Yaxşı, zərbəni vurmaq lazımdır. Təkrar. Hazır. Stop. Başla demədim. Hazır. Hazır. Başla. Müdafiə, cavab. Təkrar. Hazır. Hazır. Ücü sizə cərimə xal gələcək. Hazır. Başla. Müdafiə, cavab. Yaxşıdır. İndi siz eləyəcəksiniz eyni qaydada. Sizə vuracaqsınız. Müdafiə 5 tutub, qaytarasınız. Bildiniz müdafiə 5-i? Hazır. Əla. Hazır. Başla. Müdafiə, cavab. Yaxşı. Bir dəfə. Hazır. Təkrar. Hazır. Başla. Yaxşı. Təkrar bir də edirik. Hazır. Başla. Müdafiə, əla, çox yaxşı. Bir də təkrar. Hazır. Başla. Çox yaxşı. İndi addımların sayını çoxaldacağıq. Siz müdafiələnəcəksiniz, siz isə hücum edəcəksiniz. Sizin işiniz addımlarla sürətli getmək, vıpıdla, həmrə ilə maskaya zərbə yetirməkdir. Sizin işiniz arxaya getmək, nə vaxt ki o zərbə vuracaqsa, onda müdafiə 5 tutub cavab qaytarmaq. Aydındır? Dayanırıq burada. Başla. Əla, təkrar edirik bunu. Hazır. Hazır. Başla. Yaxşı. İndi əksinə. Siz hücum edəcəksiniz, siz müdafiə edin. Siz yaxına indi gəlin. Biraz da yaxına gəlin. Hazır. Bilirsiniz də işi. 2 addım arxaya, müdafiə 5, cavab. Hazır. Başla. Gözünüzü yummayın. Baxmaq lazımdır. Hazır. Təkrar. Başla. Yox, uduzdunuz indi. Çünki müdafiəni vaxtında tuta bilmədiniz. Sizə dəydi maskaya. Təkrar. Hazır. Başla. Yaxşıydı bu. Bir də təkrar edirik bunu. Hazır. Biraz yaxına. Hazır. Başla. Əla. Maskaları çıxardırıq.
Mədinə xanım bir karateçi olaraq qılınc oynatmada özünü necə göstərdi? Mənim düşüncəmcə çox yaxşı idi. Çünki karate və qılınc oynatmada hər ikisində çeviklik, cəldlik bunlar çox rol oynayırlar. Xanımda da hiss olunur ki, yəni karate ilə məşğul olduğu üçün, çeviklik, cəldlik olduğu üçün surətlərdə, addımlarda, sıçrayışlarda çox yaxşı idi. Cəld idi məncə. Daha cəld idi. Məndən daha cəld idi. Hiss olunur da çünki ilim açıq. Hər birinizə təşəkkür edirəm. Çox sağ olun bir daha. Belə tamaşaçılar, bugün daha bir maraqlı idman növü ilə qarşınızda olduq və gələn dəfə daha da maraqlı idman növü ilə yenidən qarşınızda olacağıq. Hələlik!